Azərbaycan Mətbuat Şurasında şair publisist Mədət Əyyuboğlunun 65 illik yubileyi münasibətilə tədbir keçirildi. Toplantıda çıxış edənlər yubilyarın ömür yoluna və ədəbi publisistlik yaradıcılığına geniş nəzər salıblar. Qeyd edək ki, Mədət Məmmədovun imzasına bir sıra qəzet və jurnallarda rast gəlinir. Gənc yaşlarında mətbuat sahəsində məhsul vəzifələrdə çalışsa da, hər zaman jurnalist, publisist, vətəndaş kimi öz mövqeyini ortaya qoyub. Əsl vəzifəsini, missiyasını unutmayıb. Mədət Əyyuboğlu Məmmədov Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinin tanınmış məzunlarındandır. Azərbaycan Jurnalistlərinin Həmrəylik Komitəsi İctimai Birliyinin sədri. Əvvəllər 10 il təxminən 4-cü hakimiyyətə rəhbərlik eləmişəm. Yəni bütün Mətbuat Nazirliyində baş idarə rəisi olmuşam. Və bununla da bütün o müstəqil mətbuatın ərsəyə gəlməsində özünüz şahidsiniz, müstəsna xidmətlər göstərmişəm. Mənim 60 illiyim də belə coşqu ilə keçirilirdi. İndi belə məsləhət bilindi ki, yenə də zədələsəm, bu da mənə qarşı diqqətdir. Cənab Prezidentə minnətdaram ki, o jurnalistləri qayğı ilə yanaşır. Təsəvvür edin ki, jurnalistlərin dostudur. Jurnalistlərin dostudur və əbədi də olaraq jurnalistlərin dostu olaraq qalacaqdır. Mən şəxsən bir vətəndaş kimi, bir insan kimi prezidentimdən qürur duyuram, fəxr eləyirəm. Allah onu qorusun, çünki Azərbaycan naminə, millətimizin naminə və eyni zamanda bütün Mətbuat Şurasının rəhbərliyinə, özünə, kollektivinə, rəhbərliyinə təşəkkür eləyirəm. Sizin televiziyaya təşəkkür eləyirəm diqqətinizə görə, qayğınıza görə və həmişə çalışmışam ki, ən vacibi vətəndaş olum. Və eyni zamanda mən müharibə veteranıyam. Və eyni zamanda müharibə veteranıyam və müharibə dövründə Cənab Prezidentə bir müraciətim olmuşdur. Bütün Azərbaycan jurnalistləri sizinlədir, Cənab Prezident. Mən bugün də onu təkrar eləyirəm ki, Cənab Prezident, bütün jurnalistlər ordusu sizinlədir. Azərbaycan dövlətinin müstəqilliyinin əldə edilməsində, qorunmasında və yaşadılıb inkişaf etdirilməsində Azərbaycan mediasının da mühüm rolu vardır. Ən əsası isə ümumilli lider Heydər Əliyev siyasətinin yanında olubdur. Tədbirdə yubilyar Azərbaycan Respublikası, Qarabağ müharibəsi və veteranları, əlillər və şəhid ailələri İctimai Birliyi tərəfindən vətənpərvərlik medalı ilə təltif olundu. Elvin Qudrətov, Qurban İsmailov, Firuz Adgözəlov bugün informasiya proqramı üçün.